Deyirlər bir hekayədir düzəldiblər. Bir qız gəlir bir marketə, siyahi əlində, marketin sahibinə deyir ki, qonşu deyir, bu siyahını anam verdi, dedi ki, bunları bizə ver. Bu da pulu. Deyir, kişinin xoşu gəlir balaca qızdan, görür bu yaxşı danışa bu siyahını verdi, pulu da verdi. O siyahıda nə var? Onların hamısını hazırlayır, ondan sonra verir, deyir orada konfet var. Çıxanda ondan bir ovuc götürür. Deyir o baxdı, tərpənmədi. Dedi, bəs niyə götürmürsən? Dedi, yox, mən götürmürəm. Dedi, bəlkə utanırsan, mən özüm deyirəm. Xoşum gəldi səndən, danışmağından, ədəbindən. Özüm deyirəm, əlini apar, bir ovuc ondan götür. Deyir, qız baxdı, dedi, yox, gəl özümdür. Dedim, nə üçün? Dedi, ona görə ki, sənin əlin mənim əlimdən böyükdür yaxın. Bu hekayəni o yerdə deyərlər ki, yəni bax, əgər insan özü tələsməsə, Allahı vəkil eləsə, Allahın əli hamımızın əlindən böyükdür. Əgər o versə, onun davamı olar. Əgər o versə, çox verər. Biz özümüz milyon da qazansaq, amma onun xeyri yoxdur. Qoy, hər nə verir, o versin. Onun əli bütün əllərdən böyükdür. Yadullah fəvqə əydihim. Ona görə də deyir, bax, beləncidir.